Bakının Yasamal rayonu ərazisində bir neçə gün əvvəl ağacların məhv edilməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirilib. Məlum olub ki, ağacları texnika ilə aradan götürən Avant Qrup şirkətidir. O da aydınlaşıb ki, Yasamalda ağacların kəsilməsi nəticəsində təbiətə 117 min manatdan çox ziyan vurulub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Yasamal rayonu Şərifzadə küçəsi köhnə Azon zavodunun ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma zamanı ağacların həmin ərazidə tikinti işləri aparan Avant Qrup MTK tərəfindən kəsildiyi və təbiətə 117.060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycanın Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır deyə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir. Qeyd edək ki, həmin ərazinin əvvəlki və sonraki vəziyyətini əks etdirən video görüntülər də yayılmışdı. Videoda ərazidə xeyli şam və şünar ağaclarının olduğu görünür. Eyni zamanda texnika ilə ağacların çıxarılması ilə bağlı görüntülər də yayılmışdı. Vəhşicəsinə edirlər, görürsən? Şu, axırıncı getdi.